Məsələn 10 manat Kürdəmirdən vergi gəlib, 8 manat bunun xərci var. Hə, bu öz-özünü dolandırır. Elə deyil axı. Necədir? Necə deyil? Çünki o müəssisələr Kürdəmirdə işləmir. Necə işləmir? Kürdəmirdə Yox, işləmir. Qeydiyyatı oradadır. O başqa məsələ. O başqa, Azərbaycanda fəaliyyət göstərdiyi ünvan mı var? Bəli, bu bir. Bu artıq bir subyektiv. Bir real fəaliyyət göstərdiyi obyekt Mən subyektiv danışıram. Subyektivlə mənim aram yoxdur. Azərbaycanda qanunvericiliklə belə bu doğru deyil, bu cümlənin özü. Yəni, filan rayon özünü dolandırır cümləsi qanunvericilikdə yoxdur. Çünki bizdə mərkəzləşdirilmiş büdcə sistemi var. Bəli. Mərkəzləşdirilmiş büdcə. O nə vaxt olar? İnşallah nə vaxt ki siz qərar verəcəksiniz ki, bələdiyyə sisteminə keçirik. Biz bunu çox istəyərdik. Yerli özünü idarə etmənin gücləndirilməsi, icra hakimiyyətlərinin ləğvi və məsələn Kürdəmir şəhər bələdiyyəsi yaranır, seçki keçirilir, bələdiyyə başqanı seçilir, onun səlahiyyəti və məsuliyyəti yüklənir çiyninə və nəticə etibarilə həmin rayon ərazisindən gələn gəlirlərlə bağlı ayrıca hesabat olur. Bax, necə ola bilər ki, həmin rayondur da, bəs bələdiyyələr niyə işləyə bilmir Musa müəllim? Bax, o bələdiyyələr niyə işləyə bilmir? Niyə gəlir yığa bilmir? Niyə vergi yığa bilmir? Çünki kağız üzərində rəqəmlərin yerini dəyişməklə subsidiyadan azad oldu demək doğru deyil. Necə ola bilər ki? Məsələn, o sizin hökumətin sizə təqdim elədiyi rəqəmlərdə Naxçıvanın adı yoxdur. O Naxçıvan subsidiya ilə dolanır, faktiki olaraq. Və bütün işğaldan azad olunmuş rayonlardan bir Xocavəndin adı var ki, orada Xocavənd subsidiya alacaq. Olmaz axı, necə yəni? Bu dəqiqə Ağdam özünü dolandırır. Bugün, nə bilim, Laçın özünü dolandırır. Yəni, Qubadlı özünü dolandırır. Kim dolandırır bəs onu? Onu mərkəzi büdcə. Mərkəzi büdcə. Mərkəzi büdcədən oradan daxil olub da mərkəzi büdcə. Oradan daxil olmur, orada iqtisadiyyat yoxdur. Oradakı vergilərdən daxil olur. Harada? Necə daxil olmur? Bax orada üzr istəyirəm. Gəlin sizə mən. Yox, gəlin mən sizə. Ədalətsiz bir yanaşma oldu. Mən qəbul etmirəm bunları. Rəqəmlərmi onun əksini deyil, yoxsa məsələn A şirkətidir. A şirkəti. Qubadlıda məktəb tikir, tutalım. Lap gözəldir, hamımızın arzumuz budur ki, ora tezliklə çiçəklənsin. O məktəb tikəndə orada yaranan vergi öhdəliklərini Qubadlıya mı ödəyir? Mərkəzi büdcə ödəyir. Mərkəzi ödəyir, bəli. Hardan alır o pulu ki, orada məktəb tikir? Yenə mərkəzi büdcədən. Yox, söhbət o məktəb tikəndən getmir. Söhbət orada daimi fəaliyyət göstərən şirkətdən gedir. Hansı şirkət var ki, orada Qubadlıda məsələn? Niyə yoxdur? Rayonlarda şirkətlər mi yoxdur? Yox, Qubadlıda məsələn. Rayonda iş yeri mi yoxdur? Sən elə danışdın ki, Natiq müəllim. Ay müəllim, bax, yenə təkrar edirəm. Bu subsidiya məsələsini hökumət xahiş edirəm sizdən. Hökumət gələndə, yaxşı da, hökumət gələndə siz onlardan xahiş edirəm. Xalq adına, ictimaiyyət adına, bizim adımıza da soruşun ki, bax, izah eləsinlər. Mən heç nə istəmirəm. İzah eləsinlər ki, bax, filan rayon subsidiyadan azad oldu fikrini nəyə əsaslandırılır? Bir dənə metodika yoxdur, bir dənə metodoloji izah yoxdur ki, bunu nəyə əsaslandırılır? Rayonun xərcləri var, illik və gəlirləri var. Büdcədə də bunlar göstərilir. Başa düşdüm. O gəlirlər rayonda o gəlirlərlə də rayon özünü dolandırırsa mümkün deyil axı. Çünki mərkəzləşdirilmiş məktəb tikiləndə onu mərkəz tikir, xəstəxana tikəndə onu mərkəzi büdcə tikir. Təkcə indi məktəbin tikilməsindən bəs nədən gedir rayonun xərci o deməkdir də? Bəs nə deməkdir? İstehsalat var, orada xidmət müəssisələri var. Yol çəkilirsə, kim verir onun pulunu rayon ərazisində? Mərkəzi hökumət. Mərkəz də verir əlbəttə, mərkəz də verir. Ancaq amma rayon pul qazanmırmı sən belə danışırsan? Rayonun qazandığı pul. Mən bu mövzunu Musa müəllim, rayonun qazandığı pul mərkəzi büdcədə qeyd olunur. Mərkəzi büdcəyə köçürülür. Rayonun büdcəsi yoxdur. Necə yoxdur? Yoxdur da. Necə yoxdur? Yoxdur da müəllim, qanunlarda yoxdur. Necə yoxdur? Mərkəzləşdirilmiş bizdə vergi. Necə yoxdur? Necə? Necə var bəs o zaman onun izahatını? Mərkəzləşdirilmiş vergi sistemi var. Vəssalam. Bəli var. Bitti. Mərkəzləşdirilmiş vergi sistemi. Rayonun büdcəsi yoxdurmu deyirsən? Rayonun büdcəsində gəlir hissəsi yoxdur. Necə yoxdur bəs? Yoxdur da. Onlar vergi yığa bilmir axı. Bələdiyyə yığa bilər vergini. Yaxşı, bu şeydən sonra mən debatdan sonra mən sizə sənədləri göstərərəm. Məmnuniyyətlə baxaram. Məmnuniyyətlə. Hətta mən o büdcə zərfi ilə də araşdırdım onu. Yenə təkrar edirəm. Cədvəldə var. Amma onda qanun qəbul olunsun ki, bizdə regional vergi sistemi var. Yoxdur axı. Mərkəzləşdirilmiş vergi sistemi. Nə cür qanun qəbul olunmaq bu hökumətin işidir, iqtidarın işidir. O bizim işimizdir. Başa düşürəm. Sənin arzuların ola bilər. Bu bizim işimizdir. Nə cür qanun qəbul olsun, regional vergi olsun ya mərkəzləşdirilmiş vergi olsun. Bu artıq bizim işimizdir. Başa düşdüm də. Bizə hesabatçıdır. Bizim üçün işləyirsiniz də siz. Regionların vergisi yoxdur, regionların gəliri yoxdur. Gəliri yoxdur. Deyirəm ki, qanunvericilikdə rayon ərazisində formalaşan vergi mərkəzi büdcəyə köçürülür.
Düzdürmü? Bəli. Mərkəzi büdcədən də həmin rayonun ərazisində Və orada formalaşıb da. Dolayısıyla- Vəsait orada başa formalaşıb düşdüm. da. Amma xərc deyəndə rayonda məsələn əmək haqqlarını nəzərdə tuturlar da, düzdürmü? İcra hakimiyyətinin əmək haqqısı olsun. Məsələn, o rayon ərazisində hüquq mühafizə orqanlarının maaşını Tək əmək haqqı deyil axı. Tək əmək haqqı deyil. Amma da. ola bilər kənd yollarının təmiridir, bunlar da ola bilər. Amma Ola bilər. mərkəzləşdirilmiş qaydada yollar mərkəzi büdcədən ayrılır. Xəstəxanalar mərkəzi büdcədən, məktəblər mərkəzi büdcədən, hüquq mühafizə orqanları. Bu pisdir mi? Demirəm, pis. Mən demədim ki, Pis pis. deyil Faktı ki deyil, bu. reallığı deyil. Mən demirəm pisdir, əladır. Söhbət qutarda əlavə Amma- nöqtəni ilə bələdə qoyaq, bundan da qutaraq. Amma söhbət ondan gedir ki, bizim gözləntimiz və istəyimiz xalq olaraq, vətəndaş olaraq istəyimiz Bizdən odur ki, kənarlaşaq. yerli icra hakimiyyəti institutu hansı ki İslahat getmir. Yox, bir dəqiqə. Gedir islahat. kadr İslahatlar başlayıbdı, kadr gedir. islahatı gedir, bəli. Yerli həm də struktur islahatlar Struktur da islahatlarından başlayıbdı, inşallah ki nümunələr olsun. də var, Bəli, gedir də. Hətta mən onu da deyə bilərəm Gedir ki, də. sizə onu da deyə bilərəm ki, məsələn, Qarabağ və Şərqi Zəngəzurda prezidentin şəxsi nümayəndəliyi institutunun özü həddindən artıq müsbət mənada doğrulubdur. Bəli. Həddindən artıq müsbət mənada. Məsələn, Laçında mən olanda son səfərimiz zamanı doğrudan da adamın ürəyi dağa döndü. Orada görülən işləri və bərpa işlərini İnşallah o təcrübə yayılacaqdır. mən də onu deyirəm də. Bax, Dəyişəcəkdir. Musa müəllim, aşağı yuxarı eyni şey deyirik. Siz niyə belə qəbul elədiniz? Mən Mən anlamadım.